Salamlar hər kəsə. Bu videoda Xiaomi telefonların qlobal versiya olub-olmadığını necə yoxlamaq lazımdır, onu göstərmək istəyirəm. Bunu etmək üçün hazır 5 bənddən ibarət bir checklist hazırlamışam. Onu artıq indi bir-bir üzərindən keçib test edəcəyik. Elə sürətli vaxt itirmədən başlayaq. Deməli, gördüyünüz kimi 5 bənddən ibarət bir checklist hazırlamışam. Modelin kodu, OS version, bootloader status, auto update, bir də emailin yoxlanılması onlayn sayt üzərindən. Gəlin bunları bir-bir yoxlayaq. Birinci model kod məsələsinə baxsaq, ən vacib budur. Telefonda deməli model koda baxırıq. Orada sonu C ilə bitirsə, deməli bu Çindir, sonu G ilə bitirsə qlobaldır, Y Avropa, I India hesab olunur. Elə gedək. Mənim elə telefonum üzərindən bu prosesə gedəcəyik. Telefon haqqında. Bu arada dili Azərbaycan dilinə çevirmişəm. Daha çox insan başa düşə bilsin deyə. Telefon haqqında girdikdən sonra burada ətraflı məlumatlara daxil oluruq. Burada model nömrəsini görürük. 24129 PN74C. Gördüyünüz kimi sonu G-dir. Deməli bu cihaz qlobal versiyadır. İkinci bəndə baxsaq, OS versiyonu yoxlanılması, əməliyyat sistemi. MixM olanlar qlobal ROM hesab olunur, YXM olanlar Avropa, CNXM olanlar Çin ROM hesab olunur. Buradan da daxil oluruq sistem, telefon haqqında. Telefon haqqında daxil olandan sonra burada OS versiyasını görürük. MixM, görürsünüz, burada yazılıb. Burada əslində 3 hissəyə bölünür. WOC hərfi, VOC, MixM. Bu VOC telefonun modeli hesab olunur. WOC, Mi qlobal hesab olunur. XM də Xiaomi'nin bu ilderidir. Elə MixM-i siz görsəz, bu kifayətdir ki, yəni qlobal versiya əməliyyat sistemidir bu. Sondakı isə versiyanın nömrəsidir, C07, o önəmlidir. Əsas bu ortadakı yazılardır. Bunu da yoxladıq, qaydasındadır. Üçüncü məsələ bootloader statusu. Yəni telefon lock olunub yoxsa yox. Əgər telefona kənardan müdaxilə olunubsa, yəni onun əməliyyat sisteminə, ROM-una müdaxilə olunub dəyişdirilibsə, bu artıq o deməkdir ki, onun lock statusu dəyişdirilib, unlock olub. Gedək onu da yoxlayaq. Onu yoxlamaq üçün yenə settingsə giririk. Telefon haqqında. Burada OS versiyasının üstünə çoxlu klik eləyəsiniz. Gəlişdirici modu aktiv olacaq. Məndən də ehtiyac yoxdur deyir, aktivdir. Aktiv olduğuna görə geri qayıdaq, aşağı düşürük. Əlavə tənzimləmələr. Burada developer seçimlərinə daxil olduq. Aşağı düşürük. Burada Mi kilit açma vəziyyəti. Buna daxil oluruq. Qəbul et. Bu cihaz kilidlidir, telefon təhlükəsizdir. Bunu da yoxladıq, hər şey qaydasındadır. Burada əgər problem olsa, sizin telefona müdaxilə edib başqa bir ROM falan yazılırsa, burada əsas yazacaq ki, bu cihaz kilidli deyil, telefon təhlükəlidir, ola bilər. Bizim telefon buradan da uğurla keçdi, qaydasındadır. Üçüncü məsələ auto update test, yəni telefona yenilənmə gəlib-gəlmə məsələsi. Mənim telefonum əslində onu da təsdiqləyir, çünki biraz əvvəl 3.0 301 versiyasına update olunub. O deməkdir ki, auto update yenilənmə gəlir telefona, hər şey qaydasındadır. Hər ehtimalı yoxlamaq üçün üstünə klik eləsəz bunun yoxlanış gedir. Yenilənmə mövcud deyil, bildirici çıxdı, hər şey qaydasındadır. Əgər problem olsa, artıq burada siz xəta alacaqsınız. Yenilənmə olmamaq ilə bağlı. Problemli ROM-larda. Bu da qaydasındadır. Sonra 5-ci bəndimiz email yoxlanılması onlayn saytlarda. E-mailinizi ulduz DS06 DS ilə əldə edirsiniz. Onu əldə etdikdən sonra bir neçə sayt var, orada onu yoxlamaq olar. Əsas bəzilərində düzdür, reklam çox çıxır, adam bezdirir. Bu email check yazsaz, axtarışa versəz Google-da bu sayta daxil oluruq. Mən bunu biraz əvvəl kopyalamışdım, onu da yapışdırıram bura. Check email. Saytın security'si təsdiqlənir. Gördüyünüz kimi, biraz əvvəl baxdığımız Xiaomi 15 modeli həmin 24129 PN74C modelin nömrəsi gətirdi, çıxartdı bura. Artıq email yoxlanıcısı da təsdiqləndi ki,
telefon qaydasındadır. Burada gördüğünüz kimi telefonun modelini də çıxardır. Buradan da email yoxlanılması uğurla başa çatdı deyə bilərik. Hər şey qaydasındadır. Həmçinin burada bir 6-cı bənddə olaraq plus deyə bilərəm ki, Xiaomi'nin rəsmi saytında da cihazın yoxlanma məsələsi var. Buna Mi Verify deyə axtarışa versəz Google-da gördüyünüz kimi Xiaomi'nin rəsmi saytında Product Authentication bölməsi var. Bu da yenə cihazın email kodunu bura daxil edərək, bir də burada təhlükəsizlik kodu istəyir. Bunu yazılıb. Bunu yeniləyək. 3RV2 Verify. Gördüğünüz kimi Xiaomi 15 Black 12 RAM 512 ROM. Bu da artıq təsdiqləndi ki, congratulations, you can be assured the phone you have purchased is the official international version. Təbriklər, yəni siz qlobal versiya telefon almağını təsdiqləndi. Burada da hər şey qaydasındadır. Burada bir dənə variant var, Product Authentication. Bəzi köhnə yanaşmalarda cihazın arxasında bir etiket olur, onu qopardırsınız, arxasında 20 security kod olur, 20 rəqəmli. Onu da bura yapışdıraraq yoxlaya bilərsiniz. Amma bildiyim qədər yeni modellərdə artıq bu heç yığışdırıblar, elə email ilə yoxlanış kifayət edir. Buradan da yana bunu yoxlaya bilərsiniz. Amma yekun olaraq vacib məsələ bu birinci modelin kodudur ki, orada sonuncu bəndin G olması mütləqdir. Bu qədər. Ümid edirəm faydalı oldu. Sağ olun.